Ana Miss Monica böyle önceden Miss Monica pişirip bunu oyta önceden getirmiş ama. O ne gülüşü? Runa açık bas bayraz utanmırsan az salata şarap buramda ver. Ne olur? Yatmışdım yuxudan indi durdum özümü belə hiss edirəm. Mən mujikəm. Mən normal həyat yaşayıram ya. Tıklayan deyirəm açsız ekranı. Abi tıklasın. Tıklayan. Benim canım deştim gülenmez. Ben seryoz hayat yaşıyorum. Benim yanım deştim gülebilmez. Eşkim gülenmez. Biz gülüşe ne seryoz kimi bakırıq. Biz həmişə ağlamışıq. Biz ağlayanlardanıq. Ölümün kulaklasın. Ne yazı bazı o? Kızlar. Kardeşim sana. Az ne yok şuradan üstüne kalmışsan. Beni böyle sen ne seriyoz kimi oğlan kimi tanımsan indiyene kimi. Ben ne seriyoz oğlan kimi tanımsan ay hanımsan. Kuruğum pisiydi dana hanım gaga. Kuruqdan çıxdım özümə qayıtdım başa düşürsən. Normal kuruğa divizyon eləmək istəyirəm. Normal kuruğa kurs olmaq istəyirəm başa düşürsən məni. Başa düşürsən məni. Deyirəm ki, normal kuruğa qoşulmaq istəyirəm. Normal oğlanlarla, mən normal oğlanam. Mənim nə işim var? Az ne seriozlu kuruqlarla oturtururam, mən. Mənim nə işim var? Mən getdim, gedirəm. Özüm bildin də, nə qaqa? Ağali, bacı. İşiniz olmasın qaqanızla, qaqanız. Ne diyelim utanmıyorlar ya. Nazlanırlar. Böyle yemek yerler. O düzgün de öyle ya. Allah. Ne seriyoz ne hayat diye başa düşürse ha.
Oldu arkadaş. Erişim sana. Bundan açıq danışmıram yani. Sağ fragment vermirəm mən. Öyle şeyler de var yani. Bunu da anladım. Bunu da anladım. Bunu da başa düştüm. Bunu da bildim. Bunu da bildim. Buralardan baxaşamsa neyinirəm az? Oturmuşamdan evim dışında. Tıklayın kızlar. Kızlar, yaralarımsızlar. Menbaşı kız. Anladım. Ha, neyinirəm az? Gördüm biraz kişi kimi hərəkət eləmiş verənlər dolaşıb bura. Ciddi oluyor. Gördüm ciddi oldum. Başıma neler geldi ki de. Gördüm. Başa düştünüz? Ne oldu? Gedin. Ben size her şeyi subutla göstermişim. Gedin. İşinizle olun. Xalq istiyor. Xalqın adından danışma. Kütlə istəyə bilər, neysə. Kütlə xalq demək deyil. Xalqın adıyla danışma. Yani məni qiyma eləyən sizsiniz. Məni nazlandıran sizsiniz. Başa düşdünüz? Gel görək.
gözəl izləyicilərim, mənim xeyir-sevər izləyicilərim, mən olduğum üçün məni sevən izləyicilərim, məni hər iki növdə sevən izləyicilərim, mənim əl açıq izləyicilərim, mənim xanım xatın izləyicilərim, mənim xeyir-sevər izləyicilərim, mənə böyüklük eləyən izləyicilər, mənim ağsaqqal, ağbirçək, məndən balaca olsa da mənə ağsaqqallığa ağbirçəklik eləyib, mənə yol göstərən izləyicilərim. Çox sağ olun, təşəkkür edirəm. Mən darvaza alaşam. Elə bilin ki, hər darvazadan içəri girəndə əlimi sürtəcəm, deyəcəm, ojaq darvazasına gəlirəm. Burada nə qədər nəzirlər var, burada nə qədər nəzirlər, bax, belə əlimi vuracam, öpüb gəlib girəcəm, içəri həmişə sizi xatırlayacam. Həmişə. Saatın suyu qaradır ki, naşərat vermişəm içirəm. Lolita, çox sağ ol. Çox sağ ol. Mən tənək dolması sevirəm, amma yarpaqsızdır. Badımcan dolması sevmirəm. Badımcan dolması sevirəm, isti-isti bəlkə yiyərəm, hə. Soydusa, sonra qızdırıldısa xoşlamıram, yemirəm. Mən, amma kələmi qızdırıb sonra yeyə bilərəm. Hacızadəyə çox sağ ol, Allah başından tüysün. Badımcanı verim ki, mən badımcan xoş gəlim, hər ver yiyim. Mən badımcan sevirəm, Allah haqqa. Mən Nesiriozun uşmasının içində ən çox badımcan sevirəm. O da badımcan qəşə pişirəsən, elə bil qızardırsan, onu qəşə sonra içini doldurursan, bax, ən çox onu sevirəm. Hala çok sağ ol. Nedir? Ay başı, 3 tane bir kazanda pişebilmez. Bu pişirse bu Nesiryoz olması olur. Avtomatik. Başa düşdün? Bu 3 tane kardeş olması olabilmez. Mümkün değil. Telefonumda ses açıqdı. Ne olsun veteranım. Veteranım. Git bak da veteranlarım diye gitsen 2 nəfər adam var. Yeri git sen Allah. Dincəldin.
Aa, 90 qəpik gəlib ay uşaqlar, düz deyir. Çox sağ ol. Təşəkkür edirəm. Allah başından tutsun. Allah ürəyinə görə versin. 144 manatımız var darvaza pulundan. Hə, 90 qəpik yatıb, Allah ürəyinə görə versin. Ay Allah, Arzu xanım 10 manat atdı. Çox sağ ol Arzu xanım. Allah başından tüysün. 154 manatımız oldu uşaqlar darvazanın pulundan. Allah başından tüysün. Ay Arzu xanım. Allah minqət, Allah ürəyinə görə versin. Çox sağ ol. Arzu da bur hələ qalsın darvazam. Darvaza səsiylə yenim də var. Ay bacı, ben pul gəlmirdim qıldada. Heç nə yoxdur. Mən Bərdədə yaşayıram. Bərdəliyəm. Nə yiyirəm? Dolma gətirmişdim dünən Gəncədə. Miss Monika qoymuşdu, onu yedim. Ustam gəldi, getdik şunurza daldıq. Biraz işlərimi azaltdıq. Bir dənə qaldı kondisionerləri işə salmaq. Onu da indi işə sala bilmirik. Yayda işə salacağıq. Çünki qazları yoxdur heç birinin. Gaz vurulmalıdır deyir. O da indi qışda gaz vurmurlar deyir. Yayda vururlar. Leo Bank'dan 80 qəpik gəldi. Geri qayıtdım. Yine 80 qəpik gəldi. Geri qayıtdım. 5 manat geldi Leo Bank'tan. Çok sağ olun. Cibiniz dolu olsun. Allah başınızdan tüysün. 63 qəpik. 1 manat 63 qəpik geldi Leo'dan. Çok sağ olun. Cibiniz dolu olsun. Allah başından tüysün. Allah yüreğine göre versin. Ne niyetle attım Allah. Minqat əvəzini versin. Kartıma Aynur Hanım 1 manat attı. Çok sağ olun Aynur Hanım. Cibin dolu olsun. Kartımızda 64 manatımız var. Güzel. Bir iyi olur. Neymiş? 162 manat pulumuz var. Allah başınızdan tüysün. Allah yüreğine göre versin. İnşallah. Yavaş yavaş qəpik üstüne de koyup dam eləyib darbaza olur. Mədəmdə yaman qışqırma oldu, turşuluq artdı.
Fərqanə xanım 2 manat attı. Çox sağ olun Fərqanə xanım. İndi oldu 164 manat. Allah hədəyinə görə versin. İnşallah o birisi dıngıltının adını niyə çəkmirəm? Çünki dayanmadan kimsə bir qəpik göndərir. Ona görə adını çəkmirəm. Yüz atan oldu mu? Karta yok. Deyir darbaza inşallah darbazalaşım özümü. Mənim də darbazam olacaq. Ay Melisa xanım, Omidə getmişdim, baxdım orada da aspiratora, o qədər gözəl aspirator var.